Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yevlaxda qətl hadisəsi baş verib. Yevlax rayonunun prokurorluğundan verilən məlumata görə oktyabrın 1-də Yevlax rayonu ərazisində 96-cı il təvəllüdlü Xəyyam Sadiqov qeydəki açıq şərtidir. Aldığı xəsarətlər səbəbindən xəstəxanada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı 99-cu il təvəllüdlü Mehdi Baxışzadə açıq şərtidir. Rayon ərazisində yerləşən kafelerin birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək həmin şəxsi qəsdən öldürməsi əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsində cinayət işi başlanılıb. Mahir Baxışzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilir və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.